Tindən salam. Atam Bakının meri Eldar Əzizov qeydib deyib ki, yağış yağanda tunellə keçidləri bağlayaq. Eldar müəllim, bu sizin üçün ayaqqabının bağı dövrü, ayağınızı sıxanda açıb bağlayasınız, düzəlsin. Siz demək nə ilə çıxır ki, bu külük olanda ağacları yerə mıxlayaq, hə? Xəstəlik gələndə sərhədləri bağlayaq. Necə ki, hələ də bağlamısınız, milçə uçanda ağzımızı bağlayaq. İndi neyniyək? Dəsmal götürüb ağlayaq. Eldar müəllim, elə danışırsınız ki, lap adamı yandırır. Yağın şəhərdəki obyektlər də bunun məntiqinə dözməyib yanır da. İndi siz deyin, yanır, yoxsa yandırırlar? Ölkədə bir çox ticarət mərkəzləri eyni zamanda yanır. O zaman belə bir sual ortaya çıxır. Yanır yoxsa yandırılır? Nəşi gerek? Dinliyor. Tinimiz düzdür. Deputatımız Siyavuş Novruz 3 aydır ki, parlamentə gəlmir. Sizcə səbəb nə ola bilər? Qardaşınız variantları düşün, siz də tapın da. Məncə parlament ona dar gəlir. Bəlkə də sözə gəlməkdən qorxur. Yox, ya da elə gözə gəlməkdən qorxur. Ya da oturub fikirləşib ki, məmur az olarsa basılmaz vətən. Hə? Siyavuş müəllim də bəlkə də tezə ölçü vahidinin üstündə işləyir. Mane olmayaq da. Hər şeyin ölçüsü var. Məsələn, işıq amperlə nə bilim ölçülür, su vedrənlə ölçülür. O birisi kilo ilə ölçülür, tonla ölçülür. Kasıb nə istəyər? Kartof. Bir qarnı aç, bir qarnı tox. Kartofun da qiyməti kəlləçax. Necə olur hala? 40.000 tondan çox kartof gətiriblər. 13.579 dollara. Kilosu hardasa düşür 56 qəpiyə. Dükanlarda 1.92-40. Bəzi yerlərdə 3 manat. Bildiyi, bizim əkənlər mayda çıxardıcaq. İndi vaxtıca neyniyək? Hə? Atam balası. Bunların əkdikləri nə qədər dəyərli olsa, indi öz aramızda bizim tinimiz dütbədüzdür ya.